Röya üçün lirika mahnıları daha qəlbdən oxumaq, o söylə səni necə unudum, Sizə bir söz deyim, mənə ritmik mahnı oxutduranda bir 5 dəfə mən studiyada cəmi o otaqda 8 dəqiqə ola bilirəm, ürəyim sıxıla çıxıram oradan. Amma oynaq mahnıları mənə bir saata oxutdururlar. O kədərli çıxır məndə. Bəlkə də oxuyanda bəlkə də hərfə Röya, lirik oxumursan. Deyim ki, mənim səsimdə bir şey var. Onu 2-3 dəfədən sonra özümü toparlayıram. Deyirəm ki, və studiyada həmişə Nazim mənə göstərir. Gül, gül, sultanım, sultanım. Deyirəm, yaxşı. Mən lirikaçıyam. Əgər məni qınamasanız, hər yerə gedərəm. Piyanistim, musiqiçilər bir stol qoyub oturaram, ay, oxuyaram lirik. Yağış mahnısını yazanda Givinin studiyasında mən bilirəm ki, onu biz həmən vaxtı, eyni vaxtda idik. Yəni ki, o mahnını ağlayaraq oxumuşdunuz da və o mahnı doğrudan da bir dəfə oxundu. Necə ki, Sənin əmin bugünə qədər aranjmanında, yəni minusu yoxdur Sənin əmin və hərdən istəyirlər toyda. Röya xanım mən məcburəm canlı oxuyum. Abdullayevlə bağlı bütün mahnıların minusları yoxdur. Biz ancaq təzədən etmişik onları. Səninlə də toxunulmazdı, əl vura bilmirəm. Necə var? Elə də qalır. Elə də təqdim eləyirik onu biz.